Kanka. Adın Hüseyin. Biz möhkəm danışırıq. Gülnarə adadır. Gülnarə xanım, çox təşəkkür edirəm. Gülnarə xanım, siz mən indi təsadüfən gəldim. Buradan dedilər ki, siz belə hardasa çox acınacaqlı vəziyyətdə gəlib burada qalırsınız bazarda. Hələ bir tikə çörək verir. Bu sizin yəqin ki qızınızdır da. Necə olur ki siz gəlmişsiniz, bura düşmüşsünüz? Siz hardan gəlmişsiniz? Sizin yəni qalmağa bir yeriniz, yurdunuz yoxdur. Harada yaşayırsınız? Gecələri harada qalırsınız? 2 marta var. Qaldım. Sonra biri də vardı. Kimsə yazığı gəlir, sizə yer verir də, yazığı gəlir. Və sizi nə vadar edib? Şimdi siz niyə belə gəlsiniz? Ailəniz, yəni heç kim yoxdur. Bu uşağın atası ya kimsə. Ben gördüm. Rəhmətə gedin. Biraz möhkəm danışın, bu tamaşaçılar da eşitsin də, yəni. Biraz bəs danış, qoy. Atam var, mən dedim ki, O sizə kömək edir. Yəni söz verir, birdən gəlməsə, bəs harada yaşayacaq? söz yeni gəldi. Kızımın bir patladı. Yəni siz onu ümidlə onu gözləyirsiniz ki, gedib haradasa qala bilər. Amma olmasa yeriniz yoxdur da, siz belə bir bayırda çöldə qalırsınız. Yoxdursa hə, belə bazarda Çöldə qalırsınız. Çöldə qalır. Bu qızınızdır sizin. Bəs bu uşaqla bərabər necə sizin bir kənddə hansı rayondansınızsa, orada bir dənə daxma kimi də olsa yeriniz yoxdur. Kim alıb sinənizdən? Kim sizi bu vəziyyətə salıb? Bacının qızı harada yaşayır? Hara getdilər? Səni atdılar getdilər. Harada yaşayırdı bacının qızı? Kalmaz. Harada? Türkiye'de? Yok, kalmaz. Karl Marx'ta. Hə, Bakıda Karl Marx'ta yaşayırdılar. Kirədə qalır. Kirəvə qalırdılar. Sən də onların yanına gəlmişdin. Sonra mən də onlardan qaçdım. Qaçdı. Və sizin əvvəlcə harada yaşamışsınız? Orada qalmışdım. Kalmaz. Sən işləyib eləyirdi. Yox, mən istəmişdim. Yoldaşınız ölməmişdən qabaq işləyirdi. Yox, istəmişdim. Bəs nə ilə dolanırdı? Allah tutun məni diləkdir. Diləndirirdiler de. Dilənci kimi diləndirirdiler. Sənin pulla da dolanırdılar. Şimdi bir söz deyim. Burada hələ sizə bir tikə çörək verir. Bu sizə acınacaqlı gəlir də. Yəni yer yurtunuz yoxdur. Bugün eşitdim ki, uşağınızın adınızdır. Hə? Yəni bir dəqiqə yaxınlaşın kameraya. Siz zəhmət olmasa özünüzü təqdim edin. Hüzrə xanım, bunlar siz mənə dediniz ki, bunlar hələ bir tikə çörək verir. Yəni siz bu çoxdan görürsünüz bazarda bunu? 3-4 gündür görürəm bu bazardan, yazığım gəldi. Dedim ki, buna bir köməklik edəm. Yəni ki, bunlar hələ bir tikə çörək qalırlar burada. Padvalda qalır. Padvalda qalır. Bəli xanım, 2 günü mən yekunlaşdım. Badfalda qalırlar, orada burada qalır. Kimin yazığı gəlir, o parçada qarşı yanında yatır. Bax belə də. Şimdi bunlara bir yer gətirsin. Siz harası bir yere gedib demişsiniz, sizə köməkli eləsinlər. Eləyən yoxdur da, hə? Ancaq dilənirsiniz belə, dilənçilik edirsiniz, hə? Bunun qabağına gedib Mən bir şey deyim. Sənin adın nədir? Adın nədir? Adın nədir? Bu gözəl göyçək qızdır, məsəl üçün. Bu lazım deyil axı, bu da yəqin ki, sən oxumağı sevirsən, oxumaq istəyirsən, hə? Oxumaq istəyirsən, hə? İstəyirsən oxumaq? Məktəbə getmirsən mi? Hə? İstəyirsən məktəbə getmək, oxumaq? Bir sənə köməkli eləsə, sən hansısa məktəbə gedib oxumaq istəyirsən? Oxumaq istəyirsən? Niyə danışmırsan? Utanırsan? Utanır. Bu heç oxuyub məktəbdə? Oxumuyub, qoymamışsın. Bu məsələn qız uşağıdır, qəşəng qızdır. Yəni bunu mən çox pis oldum, doğrudan da təsirləndim. Yəni bizim bir çox aidiyyatı yerlərimiz var. Yəni müraciət edərək o getsin hansısa bir internat məktəbinə. Yəni siz devlətin yəni özünün himayəsi olan yerlərdir də. Yanınızda olmağını istəyirlər. Amma heç belə bir şey. Və sizin yanınızda axı bu körpü uşaqdır. Bu da sizlə bərabər padvallarda yatır. Axı sizin gücünüz çatmır onu saxlamaq. Uşaq gələcəyi var axı, sən onu da fikirləş axı, körpü uşaq.
Siz nə istəyirsiniz? Bax, nə arzunuz nədir, nə istəyirsiniz? Ben hara müraciət eləmək istəyirsiniz? Nə istəyirsiniz? Öz arzunuzu deyin. Yəqin ki, biz də sizə köməklik eləyərik. Yəni, çox bizim Azərbaycan xalqı, yəqin ki, qonaqpərvər xalqı. Heç zaman sizin bu vəziyyətinizdə yəqin ki, burada sizə dəstək olanlar da var da. Onlar acınacaqlı halda mənə müraciət elədilər və sizə kömək eləməyini istədilər. Yəni, mən sizi ali bir vəziyyətdə bir 15 dəqiqə deyil tapdım. Yəni, çəkirəm. Yəqin ki, köməkliyimiz dəyəcək sizlərə. Yəni, mən sizdən əlaqə saxlayaram. Yəni, bu uşaq qız uşağıdır. Qoy, bu da böyüdükcə, yəni, bu vəziyyətə alışmasın da. Baxın, sizin o dilənçiliyə, nə bilim, mənə çox təsir edir ki, yəni, burada hər bir tikə ona çörək versin, o da bunu yesin, bir qarın çörəyə. Yəni, bir qarın çörəyə. O Sevda xanım da heç gəlmədi. Və siz neyə necəksiniz? Siz onu ümidlə gözləyirsiniz. Sevda xanım səhər saat 9-da gəlir. Mən dedim gələcəm. Dünən də gəldim. Dünən də demişdi gələcəm, amma mən səni apardım, bütün saxladım birini. Sizin başqa bir yerdə, yəni polis orqanlarımız var, polis orqanları sizə heç yaxınlaşıb kömək eləmək istəyir. Yox, heç kim demir. Demişsiniz ki, məsələn, deməmişsiniz. Heç kimdə kömək istəmədim. Mən çalışaram sizə köməklik eləyim. Yəni, sizin bu acınacaqlı vəziyyətlərdə sizi hərə bir tikə çölə verməklə olmaz. Yəni, çalışaraq sizə köməklik eləyim. Yəni, mən istəyərdim ki, siz mənimlə əlaqə saxlayasınız. Yəni, mən sizi tapa bilim. Bu da bazadan çölə getmir, də buralarda. Ancaq bura gəlirsiniz, dilənçilik. Hə, deyə bazadan qabana gedir. Bir də padvalda yaxında. Bəs qorxmusunuz gecə padvalda yaxında? Bir də qız uşağı. Yaxşı oldu. Mən çalışaram sizə köməklik edeyim. Yəni çox acıdır. Talihiniz haqqında, yəni sizin keçmişiniz haqqında da, yəni biz çox bugündən sonra maraqlanarıq. Çalışarıq. Hansı rayondan, hansı bölgədəsiniz? Hansı bölgədənsiniz? Hansı rayondansınız özünüz? Səndən anam Səlyanı. Ananız Səlyandan olub. Bəs öz ailə qurduğunuz yer hara olub? Gəncə. Lənkərandan? Yox. Hə? Pirabas. Gəncədənsiz. Siz Gəncədən gəlmişsiniz bu vəziyyətə görə. Gəncədə sizin yoldaşınızın qohum əqrəbəsi yoxdur. Ölüblər. Hamısı ölüb. Orada eviniz heç nəyiniz qalmıyor. Onu elə günə salırlar, çəkirlər. Sizi döyüblər, yoxsa nə günə? Deyil də, sarsıq deyil. Mən görəndə Döyüblər. Kim döyüb sizi? Yəqin qorxuzublar sizə. Havada qorxuda döyüb qorxuda o da gəldilər. Onun danışmaya iyi var. Siz istəyərəm özünüz danışın, qorxmadan danışın ki, biz sizə kömək eləyə bilərik. Kim siz incidir? adamdır. Kim? Öz adamlarınız. O adamların indi hardadır da, onları mənə deyin. O gedirlər əllərində. Sizi atıblar çölə, özləri tutub gediblər. Yəni yerlərini bilmirsiniz də, hə? Siz heç nə də yazıb bilmirsiniz də, yəni oxuya bilirsiniz. Yəni nə isə bir yaza bilirsiniz, təhsiliniz olur. Oldu. Mən çalışaram sizə köməklik eləyim. O, biz də demək. Hanım, orası sizi arxanız, orası sizi